Bax, burada verir ki x 4 ilə 5-in arasında yerləşir, düzdürmü? X zaten 4 ilə 5-in arasında yerləşirsə, məsəl üçün deyirəm ki, x buradan bərabərdir 4,5. Bunun tam hissəsi nə olacaq? Elə 4 olacaq da, müsbət ədədlərdə özü olurdu. Deməli, x-in tam hissəsi oldu 4. Bunu yazdıq, qaldı burada. Sonra da verir ki, x çıxılsın y bərabərdir 1. Burada x-i verib deyə, mən də buradan x-i tapıram. X nəyə bərabərdir? 1 üstəgəl y-ə. Aparıram x-in yerinə qoyuram 1 üstəgəl y. Qoydum. Biz nə keçmişik? 2 qat bərabərsizlikdə ortada dəyişən tək qalmalıdır. Yəni, müsbət 1 varsa çıx 1 eləyirik hər tərəfi. Vurma 1, məsələn, vurma 2 varsa bölmə 2 eləyirik. Və yaxud da bölmə 2 varsa vurma 2 eləyirik. Yəni, tərsini eləyib ortanı həmişə boş saxlayırıq. Onda müsbət 1 varsa bunların hər tərəfindən nəyə çıxacaq? 1-i çıxacaq. Çıxdım. 1-lər getdi ixtisar. 3 və 4. Deməli, y 3 ilə 4-ün arasında yerləşir. Tutalım ki, y 3,5-dir. Məsələn, onda bunun tam hissəsi nə olacaq? 3. Bizdən də tam hissələrin nəyini soruşurdu? Hasilini. X 4-dür, y də 3-dür. 3 vur 4, cavabımız elədi 12.